Hər vaxt xeyir olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Uşaqlar, səhər saatlarında biz siqnal kanalında artıq siqnalları paylaşdıq və demək qızılda alış əməliyyatları deməli 4433 və erkən alışlar isə 4421-dən artıq əməliyyatlarımız aktivdir. Take profitlərimiz, yəni deyək ki 4453-də birdir, ikinci take profit 4575-lərə təyin etmişik. Yəni ümumi olaraq yəni alternativ ssenaridə satış əməliyyatlarımız da mövcuddur və satış əməliyyatlarımız biz 4390-lardan təyin etmişdik. Və dünənki siqnallar uşaqlar bildiyiniz kimi dünənki mükəmməl gələn siqnallar deməli 4260-dan 4275-dən gələn gəlirlər siqnallar çox qəşəng gəlirlər verdi. Keçək biz gümüşə keçək. Gümüşdə də alış əməliyyatları haqqında məlumatları paylaşmışıq və take profit olaraq hara təyin etmişik. Gümüşdə də deməli 70.250-lərdən 71.250-lərə qədər demək əməliyyatlara icra etmişik. Yəni hələ ki ümumi istiqamətdə təbii ki alternativ ssenaridə sell əməliyyatları 68-800-lərdən təyin edə bilərsiniz. Keçək biz digər cütlüklərə. Deməli Bitcoin-də də alış əməliyyatları biz siqnal kanalında paylaşmışıq və gözləyir ki, qiymətin qısa zaman ərzində 72-lərə qədər, 72-200-lərə qədər qalxmasını gözləyir. Təbii ki, ilk öncə qarşıdakı hədəf ki var, 71-700-lərdən yuxarı formalaşmalıdır. Deməli alternativ ssenari satış əməliyyatları üçün. Yəni bildiyiniz kimi Amerika yeni siyasətini əl atdı və 5 günlük demək müharibəni dayandırdı və İrana 1 aylıq yəni icazə verdi ki, neftini satsın, sanksiyaları qaldırdı. Yəni bu Amerikanın növbəti deyək ki, siyasəti idi və zaman qazanmaq üçün bu plana əl atdı və baxaq nələr olacaq. Yəni ümumi olaraq yəni neft əslində daha yüksəklərə 180, 150, 180, 200-lərə qədər qalxmalı idi. Sadəcə olaraq zamanında qarşısını almaq üçün bu siyasətə əl atdı. Amma inanmıram ki, bu kömək edəcək. Yəni neftin enişinə kömək edəcək. Amma belə baxanda müharibələr yenə davam edir. İnanmıram ki, onlar demək, bu şərtlərlə razılaşacaqlar. Nəysə, yəni bizdə neft üçün də satış əməliyyatlarını biz qeyd etmişik. Yəni 100-lərdən satış əməliyyatları gələcək. 98-lərə qədər hələ ki, belə bir trayektoriyada hərəkət edəcək. Demək, biz Ethereum-a gəldikdə Ethereum-da da alışları 2165-dən verə bilərsiniz. Euro dollar, funt dollar cütlüyünə gəldikdə isə uşaqlar biz nələrə diqqət etməliyik? Hal-hazırdakı vəziyyətdə yəni bu trayektoriyadan biz üçbucaqları çəkək. Əsasən də yəni bu qalxışdan qiymət gəlib 1.34-300-lərə qədər gələ bilər. Yəni dünən yadınızdadırsa biz dönüş nöqtəsini qeyd etdik və bu hissədən və qalxmasını nəzər çatdırdıq. Bu dönüş nöqtəsindən qalxdı. Bu gün də əsasən də qiymətin 1.34-500-dən yuxarı formalaşmasında biz alış əməliyyatlarına həyata keçirə bilərik. Yəni satışlar isə biz 1.33-550-lərdən verə bilərik. Eləcə də Evroda dünən biz YouTube kanalında da dönüş nöqtəsini qeydə aldıq və buradan qalxmasını nəzər çatdırdıq. Təbii ki, biz 400-500 pips yəni fikirləşirdik qalxacaq, amma 500 əvəzinə 1500 qalxdı. Bu yəni bazardır, olanda olur. Hal-hazırda Euro dollarda da biz nələrə diqqət etməliyik? Euro dollarda biz diqqət etdiyimiz məsələlərdən biri hansı nöqtələrdə alış-satış əməliyyatlarına verə bilərik? Alışlar 1.16-250-lərdən, satışlar isə 1.15-400-lərdən uşaqlar. Belə, deməli Bitcoin-da, gümüşdə əsasən də yəni gümüşdə 5 qatına gəlir, biraz ehtiyatlı olun uşaqlar. Yəni gümüşün bu trayektoriyada hərəkəti 71-300-ə qədər qalxması, 250-lərə qalxması heç də uzaqda deyil. Yəni əsas satış əməliyyatlarını istəyirsinizsə 68-lərdən sonra verə bilərsiniz satış əməliyyatları.
Belə əzizlərim, özünüzə yaxşı baxın. Hələ ki bayram günləridir, istirahət günləridir. Biraz gec olur, üzrlü sayın. Bunu dəfələrlə təkrar edirəm. Hələ səhərin gözü açılır. Bəzi qrup iştirakçıları var. Siqnal olmayacaq bu günə. Biraz səbirli olun. Nə olub sizə? İnşallah əlbəttə ki, siqnal olacaq, hər şey olacaq. Öpürəm sizi, özünüzə yaxşı baxın.